Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin İrəvanda keçirilən 8-ci zirvə toplantısında video bağlantı formatında çıxış edib. Bu, Azərbaycan liderinin Ermənistanda keçirilən tədbirdə onlayn formatda olsa da ilk iştirakı baxımından tarixi məqam hesab oluna bilər. Əliyev çıxışında Azərbaycan-Ermənistan sülh razılaşmaları, bu istiqamətdə atılan praktiki addımları, tranzit qadağasının aradan qaldırılması, ticarət münasibətlərinin qurulması, yük daşımalarının həyata keçirilməsi və digər məqamları diqqətə çatdırdı. Və Avropa Komissiyasından fərqli olaraq Avropa Parlamenti və AŞPA'nın sülh prosesinə maneələr yaradan qərarlar qəbul etdiyini, bunun 3 səbəbdən qaynaqlandığını vurğuladı. Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edib, Qarabağda separatçılığa son qoyub, müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Əliyev bunu Avropa təsisatlarının sülhə qarşı mövqeyi kontekstində dilə gətirsə də, əsas məqam ermənilər üçün tabu olan bu məsələlərin İrəvanda keçirilən tədbirdə məhz Azərbaycan lideri tərəfindən səslənməsi idi. Bu, erməni planlarının məhv edildiyi reallığının bu dəfə İrəvanda elan edilməsi baxımından da tarixi məqamdır. Əliyevin çıxışında sülhlə bağlı dedikləri prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir sözləri seçki kampaniyasında Paşinyana üstünlük qazandırır. Çünki oponentləri Ermənistan hakimiyyətinin sülh gündəliyinə Azərbaycanın adekvat münasibət sərgiləmədiyi iddiasından çıxış edir. Azərbaycan liderinin İrəvandakı tədbirdə sülhə sadiq bəyanatı isə Ermənistan hakimiyyəti üçün seçki mübarizəsində ciddi istinad nöqtələrindən biri olacaq. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.